Ekspressionizmdən danışacağıq. Ekspressionizm fransızca ifadə sözündəndir. Termin kimi ekspressionizmdən ilk dəfə 1911-ci ildə sənətşünas Worringer, Paul Cézanne'ın, Van Gogh'un, Henri Matisse'in əsərlərini təhlil edərkən istifadə edib. Tənqidçi bu rəssamların tabloları haqqında deyib ki, onlar reallığın təsvirindən imtina edirlər. Daha çox onu ifadə etməyə çalışırlar. Rəssamlıqdan sonra isə ədəbi bədii yaradıcılıqla bağlı bu termindən ilk dəfə Alman tənqidçi Kurt Hiller istifadə edib. Ekspressionizm dadaizmdən, futurizmdən fərqli olaraq manifestsiz cərəyandır. Onun konkret sərhədləri, konkret çərçivələri yoxdur. Buna görə də onun haqqında danışmaq çətindir. Onun sərhədlərini, prinsiplərini aydınlaşdırmaq xeyli tənqidçi üçün çətin olub. O, daim tədqiqatçının əlindən sürüşüb çıxır. Elə bil daim öz yerini dəyişir. Hər dəfə başqa bir yerdə qərar tutur. Bir də ki, ekspressiya, yəni ifadəlilik əslində bütün dövrlərdə, bütün əsərlərdə müəyyən qədər var. Yəni, hər əsər özünə görə hansısa fikri, düşüncəni, inamı ifadə edir. Müəyyən qədər ekspressivlik demək olar ki, bütün bədii əsərlərdə, bütün filmlərdə, bütün musiqilərdə var. Bu mənada ekspressionizmi ancaq ümumi cizgilərindən danışmaq olar. Belə ki, dünyanı eləcə təsvir eləməkdən, onun üzünü, surətini olduğu kimi çıxarmaqdan imtina etmək, gerçəklikdə baş verənlərin, görünənlərin sənətçinin daxili dünyasında necə əks olunduğunu ifadə etmək. Bax, bu ekspressionizmin ən başlıca cəhətidir. Rəssamlıqda Oskar Kokoschka, Egon Schiele, Edmund Munch, ədəbiyyatda Kafka, Gottfried Benn, Georg Trakl ekspressionizmin nümayəndələri hesab olunur. Amma müəyyən qədər. Ekspressionistlər deyirlər ki, sənətçi dərsini bilməyən şagird kimi gerçəkliyin üzünü köçürməli deyil. Nələr hiss etdiyini danışmalı, ifadə etməlidir. Yəni ağız gözləri əvəz eləməlidir.